sizin obyektin qarşısından piyada çəkisi bağlı olanda vətəndaş obyektivin içindən arxaya keçsə icazə verərsən ona. Bax mən vətəndaşam. Mən dövlət qurumunun işçisi deyiləm. Mən adi vətəndaşam. Sənin obyektivin içindən arxaya keçməyə mənə icazə verərsən? Başa düşdüm. Yox, verərsən, verməzsən. Mən sizə sual verirəm. Yox. Verməzsən. Və sən də vətəndaşın yolunu niyə bağlayırsan? Bu dəfə stollarınızı yığırıq. Bu dəfə stollarınızı heç yana aparmırıq. Amma mən sizə tapşıram, bir də olsa bizdən inciməyin. Biz sadəcə istəyirik ki, kömək eləyəsən. Sumqayıt şəhərində qanunsuz küçə ticarətinin qarşısının alınması istiqamətində tədbirlər davam edir. Sumqayıt şəhər İcra Hakimiyyətinin, Sumqayıt Bələdiyyəsinin və Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşlarının iştirakı ilə növbəti reyd keçirilib. Reyd zamanı Məzahir Abdullayev küçəsində piyada hərəkətinə maneə törədən və icazəsiz fəaliyyət göstərən ticarət obyektləri müəyyən edilib. Obyekt sahiblərinə qanunvericiliyin tələbləri izah olunub, xəbərdarlıqlar edilib. Piyada səkisini zəbt eləmirsiniz və çöldə nədənsə istifadə eləmək istəsəz, qanunla müvafiq qaydada müqavilə bağlanandan sonra istifadə eləyəsiniz. Aydın oldu sizə? Başınız var olsun. Başlayın buranı sökməyə. Bir də piyada səkilərini hara qədər müəyyən olunub, gül dipsəkləriniz qoyulubsa, oradan tərpətmirsiniz. Çünki piyada səkilərinə oradan 2 metr yer verilib. O məsafəni saxlayırsınız. Yaxşı? Qeyd edək ki, şəhərdə küçə ticarəti ilə bağlı nəzarət tədbirləri mütəmadi olaraq davam etdirilir. Məsul qurumlar sakinləri və sahibkarları müəyyən edilmiş qaydalara əməl etməyə çağırır. Elvin Qudratov, Şəmistan Fikrətli, Elbrus İsmailov, Bu gün informasiya proqramı üçün.